Öləndə biz neyinirik? Biz keşişi çağırırıq ki, keşiş gəlib bizi bastırsın, ya molla çağırırıq. Hə? Bir mənalı olaraq hamımız mollanı çağırırıq ki, gəl bunu ərəb dilində bastır, İslam yolu ilə bastır, dəfn elə, düzdür? Bəs yaxşı, bu həyatı niyə görə fransız kimi, İngiliz kimi, Rus kimi yaşayır? Hə? Zəhmət çəksin, həyatını da müsəlman kimi yaşasın ki, yoxsa bir dəyə ölüm mərasimi ilə iş qutarmır ki. İnsan həyatı, Allah Teala bizə Quran-ı Kərimi, bizə dini göndərib ki, biz onunla yaşayaq, onunla bastırılaq, yox. Bastırılmaq o cüzi bir andır, yəni həyatımızda bir andır, bir saat bizdən vaxt götürür. Amma 50 il, 60 ilimizi biz yaşayırıq nə kimi? Başqa millətlər, başqa dinlər kimi tam Allahın əmrlərindən, qadağalarından məhəl qoymadan sonra deyirik ki, öləndə bir dənə bunu gəlin müsəlman kimi bastırın, 2 manat da veririk ki, sonra ayda bir dəfə, ildə bir dəfə və yaxud da cuma axşamlarında Quran oxuturacaq, onunla iş getdi. Vallahi onunla iş getmir. Onunla heç də iş olmur, yalandan özümüzü alladıb özümüzə təsəlli verməyək. Həmişə bu misal çəkirik, yenə çəkirik, bəlkə misalımızda bu yolla aydın olar. Təsəvvür eləyin, bir insan yol hərəkəti qaydalarını bilmir, oturur avtomobilə, gedir, vurur, əzir. Sürə bilmir də, yol hərəkəti qaydalarını da bilmir. Qırmızıda keçir, başqa bir böyük maşın gəlir, əzir, xaşıl eləyir onu. Sonra gəlir, onun qəbri üstündə deyir ki, ev yox, sağlığında bilməyib. Ev yox, gəlin də buna yol hərəkəti qaydalarını oxuyaq. Avtoinspektori gətirirlər, deyirlər, gəl yol hərəkəti qaydalarını oxu buna. Ta indi ev yox, bilmədi, avariyyətdə oldu, getdi. Faydası var ona. İnanın ki, dinimiz də belədir. Biz Quran-ı Kərimi bu dünyada oxumayaq, sonra gözləyək ki, molla gəlib buna bizi oxuyacaq, onunla düzələcəyik. Əsla.